Salam değerli izleyiciler. Güven Sınaq 6 imtahanından tarix suallarının izahını sizə təqdim edəcəm. Başlayaq. Daha doğrusu 31-ci sualdan. Şəddadi hökmdarı Fəzl bin Məhəmməd və Ağqoyunlu hökmdarı Sultan Yaqub üçün oxşar cəhəti yəqin soruşur bizdən. Osmanlı qoşunları ilə vuruşmada məğlub olmuşdu. Bu Fəzl bin Məhəmmədə aid deyil. Heç Sultan Yaquba da aid deyil. Yəni Osmanlı qoşunları ilə Sultan Yaqub dostluq əlaqəsi saxlamışdı. Fəzl bin Məhəmmədin dövründə isə Osmanlı dövləti yox idi. Şirvanşahlar dövləti ilə qohumluq münasibəti saxlamışdılar. Bəli, bunu doğru cavab kimi götürəcəyik. Hər ikisinə də aiddir. Oğuz Türkmen boylarına mənsub idi. Sultan Yaqub Ağqoyunlular bəli, amma Fəzl bin Məhəmməd Şəddadilərin mənşəyi ilə bağlı dərsliklərdə yoxdur. Kürd olduqları bildirilir adətən. Mərkəzləşmiş dövlətə başçılıq etmişdilər. Heç birində mərkəzləşmiş dövlətlə bağlı məlumat verilmir. Ümumiyyətlə Şəddadilərin mərkəzləşmiş olması ilə bağlı məlumat verilmir. Ağqoyunlu və Qaraqoyunlularda mərkəzləşmiş dövlət olmamışdılar. Səlcuqların hücumlarına qarşı mübarizə aparmışdılar. Fəzl bin Məhəmmədin dövründə hələ Səlcuq dövləti yaranmamışdı və həmin dövrdə də Səlcuqların hücumu da Fəzl bin Məhəmmədin dövrünə düşmür. Həmçinin Sultan Yaqubun dövründə də Səlcuqlar artıq tarix səhnəsində yox idilər. Verilən hər üç xüsusiyyətin aid olduğu ərazini müəyyən edin. Araz Türk Respublikası yaradılması Naxçıvana aiddir. Erməni idarəçinin fəaliyyəti göstərməsi, bu da həmçinin Səməd bəy Cəmlinskinin başçılığı ilə general qubernatorluğun təşkil edilməsi. Araz Türk Respublikası 1918-ci ilin noyabrından 19-cu ilin martına qədər mövcud olmuşdu. Erməni idarəçiliyi 1919-cu ilin mart-iyul ayları, Səməd bəy Cəmlinskinin başçılığı ilə də 19-cu ilin avqustuna aiddir general qubernatorluğun təşkil edilməsi. Deməli, doğru cavab Naxçıvan 4 D bəndini götürəcəyik. Qəznəli dövlətinin süquta uğradığı ildə Xaçlı ordusu, yəni 1187-ci ildə Təbəriyə gölü yaxınlığındakı döyüşdə səlibçilər məğlub olmuşdur. Bunu götürəcəyik C bəndinə. 14-cü əsrdə Azərbaycan-Gürcüstan münasibətlərinin daha da möhkəmlənməsinə səbəb oldu. 14-cü əsr. Qara Yusifə qarşı Kürd çayı sahilindəki döyüş 1412-ci ildir, 15-ci əsrdir. Gürcü çarı 4-cü Davidin Şirvan şahı ilə qohumluq əlaqəsi saxlaması bu 12-ci əsrdir. Dəqiq qohumluq əlaqəsi 1111-ci ilə aiddir. Şirvan qoşunlarının mərkəzi hakimiyyətə qarşı qiyamı yatırmaqda Gürcü çarı 3-cü Georgiyə kömək edən 1-ci Axistan olubdu. O da 1173-12-ci əsrdir. 1-ci İbrahimin vasitəçiliyi ilə Gürcü çarının Əmir Teymurla sülh müqaviləsi imzalaması 1399-cu ildir bu hadisə. Həmçinin Şəki hakimi Seyid Əhməd də bu İbrahimin vasitəçiliyi ilə Əmir Teymura vassal asılılığını bildirməyə getmişdi. Burada doğru cavab D bəndi olacaq, 14-cü əsr. Gürcü qüvvələrinin Şirvanı Slavyanların basqınlarından xilas etməsi 1175-dir. 1-ci Axsitanın dövrünə düşür. Bu da 12-ci əsrə düşür. Növbəti 35-ci suala baxaq. Uyğunluğu müəyyən edin. Kərim Ağa Fateh tarixçi olubdur. İskəndər bəy Hacınski də bəli. Kərim Ağa Fateh Şəki xanlarının müxtəsər tarix əsərini yazıbdır. İskəndər bəy Hacınski də Qubalı Fətəli xanın həyatı ilə bağlı yazmışdır. Burada 4 doğrudur. Mövsüm bəy Xanlarov kimyaçı alim olmuşdu. İlk neft kimya laboratoriyasını yaratmışdı Azərbaycanda. Əli bəy Hüseynzadə isə bu ədəbiyyat, fəlsəfə üzrə dərin biliklərə, həmçinin müxtəlif dillərdə biliklərə malik olmuşdu. Yəni
Mütəfəkkir deyirik biz buna, kimyaçı deyildi. Mirzə Kazım bəy şərqşünas alim olubdu. Əhməd bəy Ağayev də bəli, Avropada təhsil almış şərqşünas alimdir. Doğrudur. İbrahim Ağa Vəkilov coğrafiyaçı, topoqraf olmuşdu. Firidun bəy Köçərli isə Azərbaycan ədəbiyyatı tarixinin əsasını qoymuşdu. Ədəbiyyatçı olmuşdur. Bu da səhv olacaq. 2, 4 cavab C bəndi. 36-cı sual. Göstərilənlər nəticəsidir. Bizans imperatoru hər il vergi ödəməyi öhdəsinə götürdü. Anadolunun böyük hissəsi həmişəlik türk torpağına çevrildi. Bu 1071-ci ildə baş vermiş Malazgirt döyüşünün nəticəsidir. Atabəy Əbubəkrin Monqol xanı Çingiz xan ilə oxşar, Dehli sultanı Eltutmuş xandan fərqli cəhətini müəyyən edin. Əbubəkirlə Çingizin oxşarı olsun. Dehli sultanı Eltutmuşda isə olmasın. Çin üzərinə hərbi yürüş təşkil edilməsi, Əbubəkirin Çin üzərinə yürüşü yoxdur. Xarəzmşahların məğlubiyyətə uğradılması 1197-də Əbubəkir Xarəzmşah Təkəşi məğlub edib Həmədanı geri qaytarmışdı. Çingiz xan isə 1219-21-ci illərdə Xarəzmşahları məğlubiyyətə uğradıb Mərkəzi Asiyanı ələ keçirmişdi. Dehli sultanı Eltutmuş xan isə Monqolların təzyiqindən qaçan Xarəzmşahlara öz vətənində, torpağında ərazi vermişdi, yəni məskunlaşmasına icazə vermişdi. Deməli, burada Eltutmuş xana aid deyil, amma Çingiz və Əbubəkirə aiddir. Doğru cavab B olacaq. Abbasi xəlifəsi ilə dostluq əlaqələrinin qurulması Əbubəkirdə yoxdur elə bir şey. Şərqi Gürcüstanın ələ keçirilməsi də Əbubəkirdə yoxdur. Xarəzmşah Cəlaləddinin himayə edilməsi bu sırf bayaq dediyimiz Eltutmuşa aiddir. Məzdəkilər və Xürrəmlər hərəkatları arasında ortaq xüsusiyyətləri müəyyən edin. İnsanlar arasında əmlak bərabərliyinə nail olmağa çalışırdılar. Doğrudur. Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparırdılar. Məzdəkilərə bu aiddir. Daha doğrusu Xürrəmlərə aiddir. Məzdəkilər isə Sasani dövlətində elə Sasanilərin öz hərəkatı idi. Yəni söhbət orada Azərbaycan istiqlaliyyətindən gedə bilməzdi. Feodal zülmünə qarşı üsyana qalxmışdılar, doğrudur. Feodal zülmü idi hər ikisində də. Bizans imperiyasının köməyindən istifadə etmişdilər. Belə bir şey də heç birinə aid deyil. Xürrəmlər, Babəkin elə bir niyyəti var idi, Bizansdan kömək alsın, ancaq bu da baş tutmur. Deməli, 1, 3 cavab A bəndi olacaq. 39-cu suala baxaq. Xaslı yürüşləri və şərq ölkələri ilə ticarət əlaqələri üçün əlverişli mövqedə yerləşməsi Cənubi Fransada şəhərlərin inkişafına təsir göstərmişdi. Həmçinin şərq ölkələri ilə geniş ticarət əlaqələri olan İtaliya və İspaniya ilə yaxınlıq da buna şərait yaratmışdı. Məhz ticarət əlaqələri Fransanın cənub şəhərlərində sənətkarlığın inkişafını sürətləndirdi. Mətnə əsasən hansı nəticəyə gəlmək olar? Fransa xaslı yürüşlərinə məruz qalmışdı. Xeyr, ümumiyyətlə Fransadan xaslı yürüşləri başlamışdı deyə bilərik. İqtisadi inkişaf nəticəsində mərkəzləşmə əvvəlcə cənubda deyildi, şimalda başlamışdı. Paris Cənubi Fransanın iqtisadi mərkəzinə çevrilmişdi. Şimali Fransanın olmalı idi burada. Amma bu da heç mətnlə əlaqəsi yoxdur. Fransanın cənubunda feodal münasibətlər zəif inkişaf etmişdi. Feodal münasibətlər, bəli, zəif inkişaf etməsinin iki əsas səbəbi var idi. Bir, burada mətndə verilən Cənubi Fransada şəhərlərin inkişaf etməsi idi. Bir də dağlıq ərazidə azad icmaların qalması idi. Doğru cavab burada D-ni götürəcəyik. Daha çox kral torpaqlarında yerləşmiş şəhərlər tərəqqi tapmışdı. Burada da mətndə də elə bir məlumat yoxdur. Yəni heç cənubda şəhərlər də kral torpaqlarında yerləşməmişdi.
19-cu yüzilliyin birinci yarısında Şimali Azərbaycanda yaradılmış müstəmləkə rejimi üçün xarakterik deyil, deyir. Xanlıqlar və sultanlıqların əyalət, dairə və distansiyalara çevrilməsi bu aid, yəni 19-cu əsrin birinci yarısına aiddir. Bizdə aid olmayan soruşur. Mülkədarların kəndlilər üzərində polis və məhkəmə hakimiyyətinin ləğv edilməsi 1865-ci ildir. Bu aid deyil. Şamaxı quberniyasının mərkəzinin Bakıya köçürülməsi Şamaxıda Zəncələ 1859-da olubdur. Bakıya köçürülür. Bu da ikinci yarısına aiddir. İşğal rejiminin hərbi feodal səciyyət daşıması birinci yarısına aiddir. Mülki cinayətlərə hərbçilər üçün yaradılmış səhra məhkəmələrində baxılması qaydası bu da Rusların işğalından 1840-cı ilə qədər məhkəmə islahatına qədər davam etmişdir. Cavab yalnız 2-3 götürəcəyik. C bəndi. Eyler-Venn diaqramına əsasən uyğunluğu tapmalıyıq. Azərbaycanda yeni dövlətin əsasını qoyan bunlar içərisində Uzun Həsən Ağqoyunlu dövləti, Teymurilər üzərində qələbə qazanması, 1-ci İbrahim 1405-ci ildə Kür çayı sahilində döyüşdə, Cahanşah 1458-də Heratı gedib tutmuşdu paytaxtlarını Teymurilərin, Uzun Həsən də 1468-69 dövlət qurandan sonra onun üzərinə hücuma keçmiş Əbu Səidi məğlub etmişdi. Hər üçünə də aid olacaq. Azərbaycanı öz hakimiyyəti altında vahid halda birləşdirməsi 2 aylıq müddətdə birləşdirmişdi. 1-ci İbrahim 1406-cı ildə Osmanlı Sultanı 2-ci Mehmetlə dostluq münasibətləri saxlaması bu Cahanşaha aiddir. Samur çayı sahilində Səfəvilərin məğlub edilməsi 1460-cı ildə Cahanşah və Şirvanşah Fərrux Yasara aid edə bilərik. Bu da Y, 1C, 2, D, 3A, 4B cavab Y bəndi uyğun gələcək. 42-ci sual. Müasir xəritədə rəqəmlərlə verilmiş dövlətlərin 15-ci əsrə aid tarixi hadisələr arasındakı uyğunluğu müəyyən edin. Jaklar üsyanının baş verməsi 1358-14-cü əsrdir. Fransaya aid olsa da götürməyəcək. Tudorlar sülaləsinin hakimiyyətə gəlməsi 1485. Bu İngiltərəyə aiddir. Yəni 2-də B olacaq. Azincourt döyüşündə məğlubiyyətə uğraması 1415-ci ildə bu aiddir Fransaya. Qranada əmirliyinə son qoyulması 1492-ci il. Bu aiddir İspaniyaya. 4-cü Filippin Baş Ştatlar adlanan məclis çağırması 1302-ci il. Bu da 14-cü əsr. Fransaya aid olsa da götürməyəcəyik, çünki 14-cü əsrdir. 1-ə D, 2-yə B, 3-ə C cavab B bəndi olacaq. 43-cü sual. Məntiqi ardıcıllığı tamamlayın. Monqolların Azərbaycana 3-cü yürüşünün baş verməsi, Hülakülər, yəni İlxanilər dövlətinin meydana gəlməsi 1256-58-ci illərdir. Bu yürüş nəticəsində Azərbaycan İlxanilər dövlətinin, Hülakülər dövlətinin tərkibinə düşmüşdür. Burada bizə uyğun olan variant Xəzər dənizində Azərbaycan ticarət donanması yaradılması bu Salarilərə aiddir. Abbasilər xilafətinin asılı hala salınması Abbasilərə son qoyulur. Burada 1258-də Təbrizin ilk dəfə paytaxt şəhər elan olunması, ilk dəfə Təbriz rəvvadilərə aiddir. Azərbaycanda köçəri Monqol feodallarının hökmranlıq etməsi doğru cavab olacaq. Xarəzmşah Cəlaləddin öz qoşunlarını Azərbaycandan çıxarmağa məcbur qalması o 1231-ci ildə 2-ci Monqol yürüşü zamanı çıxartmışdı. 1918-ci ilin iyununda AXC hökuməti ölkənin ərzaq təhlükəsizliyini təmin etmək məqsədi ilə ərzaq və bəzi xammal məhsullarının xaricə çıxarılmasına müvəqqəti qadağan qoydu. 1919-cu ildə Dövlət Bankı fəaliyyətə başladı. Milli pul vahidlərinin möhkəmləndirilməsi
və onların alıcılıq qabiliyyətinin qorunub saxlanılması hökumətin başlıca vəzifələrindən biri idi. AXC-nin iqtisadi tədbirlərinin Solon islahatları ilə ümumi cəhətini müəyyən edin. Kəndlərə torpaqların paylanması ilə bağlı belə bir məlumat yoxdur. Solon islahatlarında da yox idi. Dövlət Bankının, o dövrdə hələ bank sistemi yox idi Solon dövründə, bütün vətəndaşların siyasi vəzifəyə seçilmələri, Solon islahatlarında vətəndaşların xalq yığıncağında iştirakı məsələsi var idi ki, burada da iqtisadi tədbirlərdən bizdən soruşur. Ərzaq məhsullarının ixracının qadağan edilməsi, doğru cavab budur. Solon islahatlarında da var idi, mətndə də verilir. Milli pul vahidlərinin möhkəmləndirilməsi Solon islahatına aid deyil. 45-ci suala baxaq. Firon 3-cü Tutmos və Makedoniyalı İskəndər arasında oxşar cəhət Het dövləti ilə mübarizə aparan 2-ci Ramzesə aiddir. Suriya və Fələstinin tabe edilməsi, bəli, hər ikisinə də aid olacaq. Əhəmənilər üzərində qələbə qazanma İskəndərə aiddir. Təkcə Hindistana hərbi yürüş təşkil olunması təkcə İskəndərə aiddir. Yunanların müstəqilliyinə son qoyulması bu İskəndərin atası 2-ci Filipə aiddir. Səbəb-nəticə əlaqələrin doğru verildiyi bəndi müəyyən edin. Zaqatalada Hacı Murtuzun rəhbərliyi ilə kəndli üsyanların baş verməsi bu 1863-dür. Çarizmin komendant idarə üsulunu ləğv etməyə məcbur qalması 1840-dır. Bu aid ola bilməz, doğru deyil yəni. Bizdən doğru olanı soruşur. Mazut konstitusiyasının qəbul edilməsi 1904-dür. Bakı Ağneft Zavod sahiblərinin ittifaqının yaradılması 1893-dür. Seçkili orqan olan vahid kənd idarəsinin yaradılması 1865, müxtəlif kəndli qruplarının vahid adlı mülkədar tabelisi adlanması 1846-cı il reskriptinə əsasən idi. Mədənlərdə buxar mühərriklərinin tətbiq edilməsi 1873, neft sənayesinin fabrik-zavod mərhələsinə keçməsi bu doğrudur, səbəb-nəticə əlaqəsi olaraq. Çar hökumətinin məhkəmə və şəhər islahatlarını həyata keçirməsi, burjuya təbəqəsinin cəmiyyətin həyatının idarə olunmasında iştirakına şərait yaradılması. Məhkəmə 1866-dır, şəhər islahatı 1870-ci ildən verilir, 78-də də Bakıda həyata keçirilmişdir. Bu da doğru olacaq. Burjuya təbəqəsinin iştirakına icazə vermişdi şəhərin idarə edilməsinə. Yəni tələb o idi. Dövlət islahat keçirdi. 4-5 cavab A bəndi olacaq. Neolit dövrün ən böyük nailiyyətlərindəndir. Süni suvarma erkən tunc dövrünə aiddir. Ox və kaman mezolit dövrünə aiddir. Saxsı qabların hazırlanması neolit dövrünə aiddir. İnsanların süni yolla od əldə etməyi öyrənmələri orta paleolit, torpağın qışı ilə şumlanması erkən tunc dövrünə aiddir. Səlcuq dövlətində paytaxtın Rey şəhərinə köçürülməsində məqsəd hərbi yürüşlərə daha yaxın məsafədən idarə etmək idi burada məsələ. Xəritədə də göstərə bilərik. Bu xəritədən gördüyünüz kimi Nişapur şəhəri şərqdə yerləşirdi. Rey şəhəri isə nisbətən qərbdə idi. Qərbə doğru yerləşdirməklə burada fəthlər üçün, yeni tutulacaq ərazilər üçün daha yaxın məsafə seçilmişdi. Ona görə də burada doğru cavab Y bəndi olacaq. Növbəti 49-cu suala baxaq. Atropatena hökmdarı Artabazanın hakimiyyət dövrü üçün səciyyəvidir. Artabazan dövrü eradan əvvəl 223-cü ildə Selevkilər dövlətinin asılılığını qəbul etməsi ilə daha çox yadda qalıbdır. Cavab B bəndi olacaq. Digər variantlar onunla əlaqəsi yoxdur.
Böyük Azadlıqlar Xartiyası, iri feodallara geniş hüquqlar verildi, şəhərlərin mövcud azadlıqları təsdiq edildi. Bütün əhali kral məmurlarının hədsiz cərimələrindən qorunmalı idi. Bütün yox, azad insanlar olmalı idi burada, ona görə bu səhvdir. Kral özünü papanın vassalı elan etdi. Bu Azadlıqlar Xartiyasından əvvəl idi. Roma dövründən bəri Avropada ilk siyahıya alınma aparıldı. Bu Roma'dan sonra Fatih 1. Vilhelm'e ait olacaq bu. Xartiyaya ait deyil. Parlament qoşunlarının qanunlarının verilməsində də iştirak etmək hüququ qazandı. Bu 14-cü əsrdir. Parlamentə aiddir. Kral vassallarından müəyyən ediləndən artıq vergi ala bilməzdi. Bu doğru cavab olacaq. 51-ci sual. Qara Yusif və Uzun Həsənin mərkəzləşmiş dövlət qura bilməməsinin qurmasına mane olan amilləri soruşur bizdən. 2 dənə əsas burada səbəb var idi. Bir, elatlara nəzarətin tam mümkün olmaması. Bir də soyurqal sisteminin mövcudluğu idi ki, bu da soyurqal sistemi xidmətə görə verilən şərti torpaqlar deyildi. Bunlar irsi torpaqlar idi. Həmçinin soyurqal sahibləri dövlətə vergi vermirdi və bu da zamanla soyurqal sahiblərinin böyüməsinə və mərkəzi hakimiyyətə tabe olmamasına gətirib çıxardırdı. Doğru cavab C olacaq. Daha əvvəl baş vermişdir. Osmanlıların Niqbolu döyüşündə qələbə qazanması 1396, 100 illik müharibənin başa çatması 1453, Əmir Teymurun Dehli Sultanlığını tabe etməsi 1398, İngiltərədə ilk dəfə olaraq parlamentin çağırılması 1265, Xaçlıların Konstantinopolu qarət etməsi 1204. Bizdən daha əvvəl olanı soruşur. Baxırıq, 1204 olacaq Y bəndi. 14-cü əsrin 50 və 80-ci illərində Azərbaycan tarixi üçün xarakterikdir. Təbrizin Qızıl Ordu xanı tərəfindən tutulması. Bəli, burada biz götürə bilərik. 1357-ci ildə Qızıl Ordu xanı Canıbəy Təbrizi tutur. Hülakü dövlətinə son qoyur. Həmçinin 1385-ci ildə Toxtamış hilə ilə Təbrizi ələ keçirmişdi. Doğrudur. Azərbaycanın Teymurilərin hücumlarına məruz qalması 80-ci illərə aiddir, amma 50-ci illərdə Teymurilər hücum etməmişdi. Şirvanın Dərbəndilər tərəfindən idarə olunması, Şirvanın Dərbəndilər sülaləsinin hakimiyyəti başlayıb 1382, yəni 50-ci illərə aid edə bilmərik. Cəlalilər sülaləsinin Azərbaycanda hökmranlıq etməsi. Cəlalilər 1359-da Azərbaycanı tutublar. 1410-cu ilə qədər fasilələrlə hakimiyyətdə olublar. 80-ci illərdə bu dövrə düşür. Doğru cavab 1-4 olacaq. 54-cü suala baxaq. Axund dövlətindən fərqli olaraq Ərəb xilafətini soruşur. Sasanilərə qarşı mübarizə aparmışdı. Axund aparıb Sasanilərə qarşı mübarizə, Ərəb xilafəti də oxşardı bu. Xəzər xaqanlığının orduları ilə toqquşmuşdu. Ərəblər Xəzərlərlə bəli toqquşmuşdu, amma Axund dövləti yox, bunu götürəcəyik. Şimal-qərbi Hindistanın bir sıra ərazilərini ələ keçirmişdi. Hər ikisinə də aiddir. Bizans torpaqlarını fəth etmişdi. Ərəblərə aiddir, Axundlara yox. Cavab 2 və 4. Xəritədə işarələnmiş dövlətin Qaraqoyunlu dövləti ilə bağlı münasibətlərinə aiddir. Bu Şirvanşahlar dövlətinə aiddir. Bu ərazi Qaraqoyunlu dövləti ilə bağlı münasibətlərinə aiddir. Kür çayı sahilində hərbi toqquşmanın baş verməsi 1412-ci ildə bu baş veribdir. Şirvanşahlara aiddir. Şirvanşah və Qaraqoyunlulara aiddir. Belə deyək. Qaraqoyunlu dövləti də deyir bu arada çaşmayaq deyə qeyd edirəm.
Qara Yusif ilə birlikdə Əmir Teymura qarşı mübarizə aparılması, xeyr, bu Şirvanşahlara aid deyil. Cahan Şahın dövründə tərəflər arasında gərginliyin aradan qalxması, bu 1460-cı ildə Şirvanşah Fərrux Yasarla Qaraqoyunlu Cahan Şah müttəfiq olublar. Ərdəbil hakimliyinə qarşı, Səfəvilərə qarşı bunu götürə bilərik. Qaraqoyunlu dövlətinin asılı vəziyyətə salınması, əksinə Qaraqoyunlu dövləti Şirvanşahları asılı vəziyyətə salmışdı. Cavab 1-3. 56-cı suala baxaq. Xronoloji ardıcıllığı müəyyən edin. Cənubi Azərbaycanda məşrutə hərəkatının baş verməsi 1905. Bakı-Tiflis dəmir yolu xəttinin işə salınması 1883. Ərzincanda Cənubi Qafqaz Komissarlığı ilə Osmanlı dövləti arasında müqavilənin imzalanması 1917 dekabrın 5-idir. Yelizavetpol quberniyasının yaradılması isə 1868-dir. Xronoloji ardıcıllıq 4, 2, 1, 3. Uyğunluğu müəyyən edək. İri məmurlara ziyamət adlanan torpaqların verilməsi bu Osmanlı dövlətinə aiddir. Kulikova döyüşündə məğlubiyyətə uğraması Qızıl Ordu dövləti 1380-ci ildir. Kulikova döyüşü. Cuci nəslindən olan xanların hökmranlıq etməsi 1359-a qədər, bu da Qızıl Ordu dövlətinə aiddir. Xələcilər sülaləsi tərəfindən idarə olunması 1290-1320-ci illər, bu da düşür Dehli Sultanlığına, Əlaəddin Xələc. Bizansın Anadolu torpaqlarından qovulması Orxan Qazinin hakimiyyəti dövrünə düşür. Y bəndi düşəcək, Y də düşəcək 2-yə. 1-ə D, 2-yə A, Y, 3-ə B, C. Burada mətni özünüz də saxlayıb oxuya bilərsiniz. Uzun çəkir deyə oxumayacağım. Deməli, Sara Xatun Fatih Sultan Mehmet ilə görüşməsi məsələsi var və ondan bəzi tələbləri var və nəticələri. İndi baxaq görək suallarda nə soruşulur. Mənbədə bəhs olunan dialoq əsasında Sara Xatunun 2 məqsədini qeyd edin. Bu 2 məqsədi kitabınızda aydın şəkildə verilibdir. Birincisi Trabzon məsələsi idi ki, Trabzonun işğalından yayındırmaq, lakin buna nail ola bilmir. İkincisi isə sülh istəyirdi. Osmanlı dövləti ilə toqquşmaq istəmirdi Ağqoyunlular. Birinciyə nail ola bilmir, ikinciyə isə nail ola bilmişdir. 2 məqsədi soruşur. Biz sadəcə məqsədlərini qeyd etməliyik. Sülh danışıqlarında Trabzon ilə qohumluq əlaqələrini əsas gətirən Sara Xatun nəyə nail oldu sözünü, nail sözünü unudublar. Nəyə nail oldu deyək. Sara Xatun Trabzon xəzinəsinin bölüşdürülməsinə, özünə düşən payı əldə etməsinə nail olmuşdu. Bunu qeyd edirik. Ağqoyunlular üçün Trabzonun əhəmiyyətini göstərən mənbədə verilməyən fikir bu Qara dənizə birbaşa çıxış əldə etmək idi ki, Qara dənizə çıxışı itirir. Bununla da Ağqoyunlu ipəyinin Avropa bazarına çıxışının qarşısı alınmış oldu. Yəni birbaşa çıxışının qarşısını alınmış oldu. Əsas fikir də bu idi, Qara dənizə çıxışı itirməsi. Bu qədər əziz dostlar, ümid edirəm siz üçün faydalı olmuşdur. Sağ olun, növbəti izahlarda görüşərik.